Deməli, məchul növ yaranır. To be plus participle to, yəni to be plus V3 ilə. Bildiyimiz kimi ingilis dilində 4 sadə zaman var. İndiki, keçmiş, gələcək və keçmişə nəzərə gələcək zaman. Bu zamanların hər birinin məchul növü var. Ümumiyyətlə, mübtədamıza baxaq. I cümlənin mübtədasıdır. Mən məktub yazıram. Belə bir sadə cümlə. Tamamlığımız let-ədir. Biz məşğula çevirərkən cümləni mübtəda ilə tamamlıq yer dəyişir. Mübtəda və tamamlıq yer dəyişir. Let-ə keçib olur mübtəda, ay isə olur tamamlıq. Deməli, xəbərimiz burada cəmdədir. Çünki mübtədamız aydır. Amma məşğula keçirilmiş versiyasına baxaq. Let-ə keçib əvvələ, ay olub tamamlıq. Əlbəttə, ay kimi yaza bilmərik. Obyekt formasına keçirməliyik. By me. Və burada artıq xəbərim təkdədir, is yazılıb. Niyə? Çünki mənim yeni mübtədam let-ədir, yəni təkdədir. Və məşğul ümumiyyətlə necə yaradırdıq? To be plus participle to ilə. İndiki zamanda to be, am, is, are-dır və let-ə təkdədir deyə əlbəttə is yazacağıq. Və feilin üçüncü forması, write feilin üçüncü forması da olacaq written. I write the letter is written by me. Bu cümlənin məşğulu bu şəkildədir. Və ya keçmiş sadəyə baxsaq, yenə keçmiş sadə zamanın to be-si was were-dür. Was were plus participle to. Mən məktub yazdım. Yenə mübtədamız I, tamamlığımız let-ədir. Məşğula çevriləndə let olacaq mübtəda, by me olacaq tamamlıq və keçmişdə was were istifadə edirik axı to be forması olaraq. Məşğula keçirdikdə də let təkdədir deyə was written şəklində olacaq. Və ya gələcəyin to be-si shall be, will be şəklindədir. Baxın, yazıram I shall write the letter. Mən məktub yazacağam. Burada shall yazmışam. Ona görə ki, mübtədam I-dır. Burada isə tamamlığımız let-ədir. Məchula çevirəndə yer dəyişir axı, mübtəda tamamlıq olacaq, tamamlıq mübtəda olacaq. Deməli, burada mən shall yaza bilmərəm. Çünki bizim artıq yeni mübtədamız let-ədir deyə will yazmalıyıq. Və biz gələcək sadə zamanı məşğula çevirəndə shall be V3, will be V3, shall be participle to, will be participle to kimi çevrilir. I shall write the letter will be written by me. Keçmişə nəzərən gələcək zamanda da həmçinin should be, would be şəklindədir. Yenə də I should write the letter məchula çevirdikdə the letter would be written şəklində olacaq. Bildiyiniz kimi ingilisində 4 dənə sadə zaman var və bu 4 sadə zamanın 4-ünün də məchulu var. Bunu niyə vurğuluyuram? Bəzi zamanların məchulu yoxdur və sizə test düşə bilər ki, deməli, hansı cümləni məchula çevirmək olmaz. Əlbəttə, o zamanın məchulu yoxdursa, biz onu məchula çevirə bilmərik. 4 sadə zamanımız var və 4 sadə zamanın məchulu var. Gəlir davam edici zamanları. Bilirsiniz ki, ingilis dilində 3 dənə davam edici zaman var. Present continuous, past continuous və future continuous. Amma biz cəmi ikisini məchula çevirə biləcəyik. İndiki davam edici və keçmiş davam edicini. İndiki davam edici, ümumiyyətlə davam edici zamanın məchulunun bir fərqi var. Baxın, bayaqdan deyirəm am, is, are, V3, was, were, V3 sadələrdə. Amma davam edicidə to be və participle to arasına bir də being əlavə etməliyik. I am writing the letter. Mən məktub yazıram. I cümlənin mübtədasıdır. Letter tamamlığıdır. Və I am writing. Mən burada xəbərimi əmlə yazmışam. Çünki mübtədam I-dır axı. Amma indi mən burada yeni mübtədam letter olacaq deyə am yaza bilmərəm. Letter'ə görə is yazacağam. Və davam edici zamanda deyə ortada being yazmalıyam. I am writing the letter is being written by me. Ya da keçmişdə I was writing the letter, məchula keçəndə yenə being əlavə edirik. The letter was being written by me. Deməli, daha sonra bitmiş zamanlara baxaq. Bilirik ki, ingilis dilində 3 perfect var. Present perfect, past perfect və future perfect. İndiki bitmiş zaman yaranır have been, has been vasitəsilə. Məchulu daha doğrusu. Normalda biz bu zamanı necə yaradırıq? Have V3, has V3, had V3 və s. Amma biz bunun məchulunu yaradanda sadəcə bir dənə ortaya been əlavə edirik. I have written the letter. Bunun da məchulu olmalıdır ya have been, ya has been ilə. Niyə həm də has been deyirəm?
Sən burada have yazmısan çünki aydı mübtədamız. Amma indi məchula çevirəndə mübtədamız let olacaq deyə artıq biz have yaza bilmərik. Tək versiyasını həzi seçəcəyik. Və ya had written məlum növdədir. Məchulda olacaq had been written. Yəni məchula çevirəndə biz sadəcə been artırırıq. Shall have written, will have been written şəklində olacaq. Modala gəldikdə isə modalların məchulu isə bu şəkildə yaranır. Must write, must be written. Bil ki, modal feildən sonra be yazırıq, daha sonra V3. Can written, can write, can be written. Və ya might, may write ya da olacaq may be written, might write, might be written. Yəni bu şəkildə be və V3 yazırıq. İndiyə qədər dediklərimizi bir dənə toparlayaq. Biz dedik ki zamanlardan indiki sadənin, keçmiş sadənin, gələcək sadənin, keçmişə nəzərən gələcək sadənin məchulu var. Okey, dördünün oldu. Davam edicilərdən indiki davam edicinin, keçmiş davam edicinin məchulu var. Amma gələcək davam edicinin yoxdur. Bitmişlərdən sadə bitmişlər ki var, yəni buna aiddir indiki bitmiş, keçmiş və gələcək bitmiş. Bunların məchulu var. Amma bitmiş davam edici zamanların məchul növü yoxdur. Və bu cümləyə bir dənə fokuslanaq. Maria məqalələri tərcümə edir. Mübtədamız Mariyadır. Məchula çevirəndə Maria olacaq tamamlıq. Burada tamamlığımız artikellar, məqalələrdir. Məchula çevirəndə artıq artikel olacaq mübtədamız. Artikellar Maria tərəfindən tərcümə olundu. Mariaya görə iz vermişəm, indi artikela görə ar verəcəm. Və davam edici zamandadır deyə are being translated olmalıdır. Belə bir şey vurgulamaq istəyirəm. Məlumun mübtədası, yəni Maria, məchula keçəndə ya by ilə işlənməlidir, ya da cümlədən çıxmalıdır. Baxın, ya by ilə işlənməlidir, ya da cümlədən çıxmalıdır. Yəni, to ilə və ya by-sız, to-suz və s. heç bir halda işlənə bilməz. Sadəcə by ilə işlənə bilir. Məsələn, deyirəm ki, Aygül mesaj yazdı. Mesaj Aygülə yazıldı olmaz ki, mesaj Aygül tərəfindən yazıldı olacaq. Yəni, orada by-ın önəmi vacibdir, tərəfindən deməkdir. Ümumiyyətlə, Azərbaycan dilindən fərqli olaraq ingilis dilində tələbələri çaşdıran belə bir məsələ var ki, biz niyə məchul növ deyirik? Axı, işi görən şəxs bəllidir. Bəli, Azərbaycan dilində biz deyirik ki, işi kim tərəfindən görüldüyü bəlli deyil. İngilis dilində deyirik ki, filan kəs tərəfindən edildi. Yəni, bu da məchul sayılır. Gənclər, məchul iki halda istifadə oluna bilər. Bəli, həm işi kim tərəfindən görülüb bilmirik. Bu halda istifadə edə bilərik. Həm də işi görən şəxsi vurğulamaq üçün də istifadə edə bilərik. Qapı Fatimə tərəfindən açıldı. Yəni, orada Fatiməni vurğulamaq üçün də mən by-dan istifadə edə bilirəm. Yəni, məchuldan istifadə edə bilirəm. Deməli, iki cümlə görürsünüz burada. The door was opened by the man and the door was opened with a key. Qapı açar ilə açıldı. Söhbət cansızdan gedir. Onda olacaq with. Amma desəm ki, qapı o adam tərəfindən açıldı. Artıq burada canlıdan getdiyinə görə istifadə edəcəyik by. Deməli, məchulun şərti biraz çoxdur. Yəni, zamanlardakı və digər mövzulardakı kimi elə doğru cümləni seç məsələsi deyil. Sizə şərt düşə bilər, məchula çevrilə biləni tap, çevrilə bilməyəni tap, hansı cümlə məchuldadır, hansı cümlə məchulda deyil, aşağıdakı cümləni məchula çevir, bu cümlənin məchul ekvivalentlərini tap. Sual yaranır ki, ay müəllimə, məchul ekvivalenti nədir? Axı bir cümləni bir dəfə məchula çevirmək olar. Necə iki dənə cümlə tapmalıyam? Gənclər, bu o deməkdir ki, o cümlənin iki tamamlığı var. Əgər bir cümlənin tamamlığı iki dənədirsə, biz onu iki dəfə məchula çevirə bilərik. Hər dəfə bir tamamlığı əvvələ gətirərək. İndi gəlin baxaq görək iki tamamlıq necə olur. Bəsit bir nümunə deyəcəm. Give me money. Bir də deyirəm give money to me. Eyni mənaya gəlir. Eyni, tamamilə eyni. Baxın, canlı əgər xəbərin yanında istifadə olunubdursa, feilin yanında istifadə olunubdursa, to-suz yazırıq, give me. Amma əgər canlı, tamamlıq, feilin yanından uzaqlaşdırılıbdırsa, bu zaman to-dan istifadə edirik. Give money to me. Yəni iki tamamlıq ola bilir. İndi gəlin zəhmət olmasa bu cümləyə baxaq. I gave them some money. Bax, iki tamamlığınız var. Biri zemdir, biri də some money'dir.
Deməli, sən bir dəfə bu zəmi keçirəcəksən əvvələ. They were given some money by me. Bir dəfə some money-ni keçirəcəksən əvvələ. Some money was given to them by me. İki dəfə deməli məchula çevrildi və əgər cansız əvvələ keçirilibdirsə, feildən sonra to yazmalıyıq. Given to them. Yəni given them yox da given to them şəklində olmalıdır. Bir də bu cümləyə fikir verək. Azərbaycan dilində desək sintaktik təhlil eləyək. I spoke to the doctor. Mən danışdım həkimlə. Baxın, biz bunu təhlil eləyəndə, əgər desək ki, I mübtədadır, doctor tamamlıqdır, speak feildir, onda sual yaranır ki, ay müəllimə, bəs bu to nə oldu? To hansı tərəfə gedəcək indi? Əgər siz to-nu bura ayrı eləsəz, o zaman cümlədə problemimiz olacaq. Məchula çevirəndə doctor əvvələ keçəndə artıq to-nu qoymağa yer tapmayacaqsınız. Gənclər, bəzi feillər var ki, hökmən söz önü ilə işlənməlidir. I'm proud you demirəm, proud of you deyirəm. I'm interested football demirəm, I'm interested in football deyirəm. Yəni o söz önündən işlənməyə məcburdur. Bax burada da speak to. I mübtədamız, speak to xəbərimiz, the doctor tamamlığımız. Məchula çevirəndə the doctor keçdi əvvələ, by me keçdi sona. Bax, was spoken to. Speaking yanındakı to yerində qaldı. Yəni iki söz önünün yan-yana gəlməyi bizim üçün problem təşkil etmir. Çünki buradakı to aiddir speaker, by isə aiddir me-yə. Xüsusilə bu iki şeyə vurğulamaq istəyirəm indi deyəcəyim. Çox diqqətli olun bununla bağlı. Deməli, bəzi feillər var ki, məchula çox bənzəyir, amma məchulda deyil. Çünki sənə düşəcək ki, məchuldakı cümləni seç. Sən də həmin momentdə ağlınıza gəlməlidir ki, to be plus V3 yazasan. To be plus V3. Tapasan daha doğrusu. Hansında to be plus participle to var? O deməli məchul növdür. İndi bir iki dənə nümunəyə baxaq. Görün necə oxşuyur bu struktura. To be engaged, to be phoned, to be situated. Necə oxşuyur əslində məchul, amma məchul deyil. Bu ifadələri əzbər bilməmiz lazımdır gənclər. To be situated, to be located, to be surprised və s. Bunlar məchula bənzəsə də məchul deyil. Burada yoxdur, amma mən kitaba yazmışam. To be trapped. Bax bu da. Məchula bənzəyir. Amma tələyə düşmək deməkdir, məchul deyil. Məchula bənzəsə də məchul deyil. Deməli, bəzi testlər isə sizə deyəcək ki, hansı cümlə məchula çevrilə bilər? Onu tap. Gəlin baxaq. Hansı cümlələr məchula çevrilə bilir? Əgər feil təsirsiz feildirsə, məchula çevrilir. Yəni, bu qədər feili əzbərləməkdənsə, feilə sual verin. Təsirsiz feillər məchulda işləmir. Məsələn, deyirəm çatmaq, peyda olmaq, gəlmək. Nəyin sualına cavab vermir axı? Amma yazmaq nəyi, oxumaq nəyi, ziyarət etmək kimi, əgər bunlar tamamlıqla işlənir, təsirli feildirsə, məchulda istifadə oluna bilir. Deməli, növbəti çaşdırıcı bir nüansı vurğulamaq istəyirəm. Məsələn, belə bir cümlə çıxıb qarşınıza. Deyir ki, hansı cümlə məchuldadır? Sən də baxırsan ki, was delicious. To be ilə V3 yoxdur. Daha doğrusu to be var, amma to be-nin yanında delicious sifət gəlibdir. Hə də vəssalam, bu məchul deyil. Təsdiqi görən kimi bu bizə çox aydın şəkildə nəzərimizə çarpır ki, hə, bu məchul deyil. Çünki to be ilə V3 yan-yana deyil. Amma bizi çaşdıra bilər nə ilə? Sual cümləsi ilə. Bir dənə bu cümləyə baxın. Və ya buna baxın. Was cake cooked by Maria. Bax bu cümləyə. Tələbə görür ki, was var cümlədə. Cooked var, by Maria var. Məchula çox oxşadır və çalışa bilər ki, bəlkə bu məchuldakı cümlədir. Və ya eyni şəkildə was var, cooked var və by Maria var. Gənclər, bu cümlələr məchul deyil. Yadınızda saxlayın. Cümlə sifətlə bitirsə, cümlə müstəqil istifadə olunan yerli əvəzli ilə bitirsə, bu cümlə məchul hesabı olunmur. Çünki buradakı was cooked-a aid deyil. Buradakı was aiddir delicious-ə. Was aiddir our sözünə. Yəni, bu məchul sayılmır.
Və testlərdə belə bir şey nəzərinizə çarpa bilər. Zeri zeralı cümlələr. Zeri zeralı cümlələrdə deməli məchulda sayılmır, məchula çevrilə bilmir. Gəlin bu cümləyə baxaq. Are there any cakes cooked by Maria? Siz şaşa bilərsiniz ki, bəlkə bu are aiddir cookda. Aid olması üçün yan-yana yazılması lazımdır. Axı, gəlin bunu təsdiqə çevirək. There are many cakes, sonra cooked by Maria. Baxın, burada are there'yə aiddir, cookda aid deyil. Onda mən buna məchul deyə bilmərəm. Deməli, zeri zeralı cümlələr məchula çevrilmir. Amma ola bilər ki, bax bu da zeri zeralı cümlədir də. Başlayıbdı zərə zərayla, amma ortada who, which, z yazmışıq və budaq cümlə yaratmışıq. Bax, bu başqa cümlədə axı artıq. Budaq cümlədə were cooked yazılıbdır. Əlbəttə bu məchuldur. Yəni sırası zərə zəra görən kimi çıxmayın variantı. Bir baxaq görək, bəlkə axıra qədər baxaq, bəlkə o cümlədə təyin budaq cümləsi var. Başqa bir budaq cümlə yaranıbdır. Və həmin o bağlayıcıdan sonra were cooked to be plus participle to gəlib. Bu zaman məşğul ola bilər. İkinci hissəsi isə məchulun sual cümlələrinin məchula çevrilməsidir. Bunun üçün bilməmiz lazım olan əsas məsələ sual cümləsinin düsturu, yəni sırasıdır. Ümumiyyətlə, sual cümləsi necə yaranır? Baxaq, sual sözü, köməkçi feil, mübtəda və əsas feil. Bunu qətiyyən unutmayın. Sual cümləsi bu şəkildə sıralanır. Sual sözü, köməkçi feil, mübtəda, əsas feil. İndi hələ ki ümumi sualdan başlayıram. Ümumi sualda sual sözü olmur. Gəlin baxaq. Cümlənin mübtədası Maria. Maria məktubları yazır. Tamamlığımız olacaq məktublar. Burada daz vermişəm. Çünki Maria təkdədir axı. Amma indi məchula çevirəndə letters mübtədə olacaq deyə mən burada daz verə bilmərəm, cəm verməliyəm. Bir də bunu diqqətinizə çatdırım ki, heç vaxt məchulun istəyir sualında, istəyir inkarında do, does, diddən istifadə etmək olmaz. Səbəbi isə bu məchulu biz yaradanda to be ilə yaratdıq axı. Demək ki, to be ilə yaratmışıqsa, bunun sualı inkarı da to be ilə olacaq. Yəni do, does, diddən yox. Məchula çevirdim, letters oldu mübtədamız. Dediyimiz kimi to be lazımdır bizə indiki zamanda və cəm olmalıdır deyə ar yazdıq. Sonra əsas feil gəlməlidir written, sonra by Maria. Yəni Maria artıq burada tamamlıq oldu. İndi məsələn bu cümləyə baxaq. Həm who, həm də what olar deyə ikisini yazmışam, amma hələ ki birinin üzərində nümunə göstərim. Cümlənin mübtədası who'dur. Tamamlığımız letters'dir. Məktubları kim yazır? İndi məchula çevirəndə olmalıdır məktublar kim tərəfindən yazılır da, yəni yer dəyişməlidir axı. Letters olmalıdır mübtəda, who olmalıdır tamamlıq. Amma bu sual cümləsidir ha, bu sizi çaşdırmasın. Sual sözünü mən cümlənin axırına apara bilmərəm ki, who'nun yeri stabil qalmalıdır. Who onsuz da əvvəldədir. Amma həqiqətən də letters artıq mübtədamızdır. İndi gəlin bu cümləni belə toparlayaq. Kim məktubları yazır? Məktublar kim tərəfindən yazılır? Biz bu cümləni məchula çevirəndə görürük ki, məlumdakı xəbərimiz təkdədir. Çünki niyə who təkdədir? Amma indi sənin mübtədan letters-dir axı. Sən cəm yazmalısan. Və hardan biləcəm ki, ay müəllimə, burada mübtəda nədir? Bir dənə bu düstura baxın. Görün mübtədanın yeri haradır? Köməkçi feil və əsas feil arasındakı hissə mübtədadır. Gəlin indi baxaq. Who sual sözü, are köməkçi feil, letters mübtəda, written əsas feil və by mütləq olmalıdır. Çünki məktublar kim yazılıb olmaz, kim tərəfindən yazılıb olar. Yəni sözüm odur ki, biz bilməliyik ki, köməkçi feil və əsas feil arasındakı, yəni are və written arasındakı hissə mübtədamızdır. Mübtədamız cəmdir deyə xəbərimiz də cəm olmalıdır. Sual sözü, köməkçi feil, mübtəda, əsas feil. Bir də nəyə diqqətinizə çatdırım? Bu who, by whom məsələsidir. Yadınızda saxlayın. Who, by. Bu olar, düzdür. Who, by. Bu da olar, düzdür. Yəni, by cümlənin sonunda gəlməyin. Baxın, bu da ola bilər hətta.
Yəni by whom cümlənin əvvəlində də gələ bilər. Amma heç vaxt bu olmaz. Who-dan əvvəl sözünü gəlməz. Hətta biz bunu yadınızdadırsa demişdik, nisbə vəzliyə keçəndə ki, who ilə whom arasındakı əsas fərq odur ki, who-dan əvvəl sözünü gəlmir, amma whom-dan əvvəl sözünü gəlir. Yəni biz who-dan əvvəl sözünü yaza bilmərik. Amma istəyirsiniz by whom yazın, istəyirsiniz whom by, istəyirsiniz who by, onlar doğrudur. Növbəti suala baxaq cümləyə. Bu qəbula düşən cümlələrdəndir. Yenə baxaq bu cümlədə görürük ki, cümlənin mübtədası trees, ağaclardır. Hansı ağaclar gölü əhatə edir? Ağaclar cəmdir deyə xəbərimiz də cəmdir. Surround. Tamamlığımız da lake'dir. İndi biz bunu məchula çevirəndə lake mübtədə olacaq axı. Hansı ağaclar gölü əhatə eləyir? Göl hansı ağaclarla əhatə olunur? İndi burada trees'i görən kimi gedib çaşıb ar götürməyək. Niyə? Axı bizim mübtədamız uzlaşmalıdır xəbərlə. Mən hardan bildim mübtəda trees deyil, lake'dir? Çünki mübtədanın yeri köməkçi feil və əsas feil arasındakı hissədir. Köməkçi feilimiz deməli isdir. Əsas feilimiz surroundeddir və onlar arasında qalan hissə lake təkdədir deyə xəbərimiz də tək olacaq. Yenə vurğulayıram, sual sözü, köməkçi feil, mübtəda, əsas feil. Göl, ağaclar gölü, hansı ağaclar gölü əhatə edir? Göl hansı ağaclarla əhatə olunur? Və gəldik digər bir hissəyə. Deməli, Maria cümlənin mübtədasıdır. Tamamlığımız olacaq what? Maria nə yazır? Məchula çevirəndə artıq nə olmalıdır? Mariyanın funksiyası olmalıdır, tamamlıq. Nə Mariya tərəfindən yazılır? Deməli, Mariya tamamlıq olacaqsa, what da mübtədə olacaq. Baxın, nə Mariya tərəfindən yazılır. Deməli, Mariya artıq oldu burada tamamlıq. Və ya bu cümləyə baxaq. Mariya hansı məktubları yazır? Mariya mübtədamızdır. Məchulda artıq tamamlıq olacaq. Hansı məktubları tamamlıqdır? Amma məktubla çevirəndə məktublar olacaq mübtəda. Yəni yer dəyişir də. Maria hansı məktubları yazır? Hansı məktublar Maria tərəfindən yazılır? Deməli bizim artıq yeni mübtədamız məktubda lettersdir. Ona görə ar yazmalıyam və Maria da artıq tamamlıq olacaq. By Maria. Sonuncuda isə deməli Maria məktubları nə vaxt yazır? Burada da yenə Maria mübtədadır, letters olacaq tamamlığımız. Məchula çevirəndə letters mübtədə olacaq, Maria tamamlıq. Yenə sual cümləsində düstur necə gedir? Sual sözü, köməkçi feil, mübtəda, əsas feil və ikinci dərəcəli üzvlər. Deməli, mən burada Maria'ya görə does yazsam da, indi mübtədam letters deyə ar yazacağam. Mübtəda da əsas və köməkçi feil arasında qalan hissədir. İndi bununla bağlı bir neçə sual göstərmək istəyirəm məchul'la bağlı. Hər bölməyə bir-iki dənə nümunəyə baxaq. Dediyim triklərə çox diqqətli qulaq asaq. Məchul'la bağlı bir neçə sual baxaq. Deməli, bizim cümləmizin mübtədası Helen'dir. Və biz bunu məchul'a çevirməliyik bu cümləni. Tamamlığımız da her notebooks. Birincisi, bunun zamanı təyin edək. Put. Bu keçmiş zamandadır. Çünki əgər indiki zaman olsaydı esse olardı sonunda. Deməli keçmişdir. Mənə lazımdır keçmişdəki to be, yəni was were. Deməli B variantında was were yoxdur. D-də də yoxdur, heç Y-də də yoxdur. İndi qalırıq A ilə C arasında. A-nı seçməmə səbəbimiz odur ki, biz axı dedik məlumdan məchula çevirəndə mübtəda ilə tamamlığın yeri dəyişməlidir. Mənim məlumda mübtədam Helendirsə, məchulda da Helen olaraq qala bilməz axı. Biz o məchula çevirəndə notebooks keçməlidir əvvələ, mübtəda funksiyasına. Onun notebooks dəftərləri və ya Helenin dəftərləri fərqi yoxdur. Əsas odur ki, mübtədamız burada dəftərlər sözüdür, Helen deyil. Deməli, doğru variant ona görə olacaq C variantı. Və ya onunla bağlı başqa bir suala da baxaq. Məsələn, 141-ə. Cümləmiz indiki davam edici zamandadır. İndiki davam edici zamanı məchulunu yaradarkən dedik ki, to be-ni yazmalıyıq, to be-ni. Üstə gəl being yazmalıyıq. Üstə gəl V3 yazmalıyıq. İndi baxaq. Bizə lazımdır to be plus being. Being yoxdur burada. Heç burada da yoxdur.
Bu variantda da yoxdur. Qaldı iki variantımız. Yenə this company bu mübtədadır. Mübtəda yerində olduğu kimi dayana bilməz. C səhvdir. House keçməlidir əvvələ. A house is being built by this company for its employees. Doğru olacaq Y variantı. İkinci bölməyə keçək. İkinci bölmədə məsələn bu suala baxaq. Hansı cümlə məchuldadır? Daha doğrusu, hansı cümlə məchuldadır? Məchulda olan cümləni seçmək üçün bizə lazımdır to be plus participle to. Baxaq görək hansında to be var. Okey, görürük ki, hamısında to be var. Baxın, hamısında var. Amma bizə lazımdır feilin üçüncü forması. Away uzaq deməkdir, feil deyil. Rude kobud deməkdir, feil deyil. Attentive diqqətli deməkdir, feil deyil. To France bu ümumiyyətlə yer zərfidir, zərfliyidir. Bu da feil deyil. Amma baxın, to be plus participle to. Nick təqdim olundu qonaqlara. Bu artıq to be-dən sonra feilin participle to üçüncü formasında feil gəlibdir. Daha sonra məsələn bu suala baxaq. Məchuldakı cümləni seç. Yenə to be və V3 lazımdır. Bax burada to be var. Həmçinin V3 də var. Bir düzdür. To be var, amma V3 yoxdur. To be var, V3 də var. Bəli, designed. Burada isə baxırıq, V3 var. Amma bu dəfə də to be yoxdur. Deməli, 4 səhv. Doğru olacaq 1 və 3. Sonra növbəti başqa suala baxaq. Məsələn, hansı cümlə məchula çevrilə bilər? Baxaq. Cümləni məchula çevirmək üçün o cümlədə feil olmalıdır. Students were happy. Tələbələr xoşbəxtdilər. Bunu mən necə çevirə bilərəm ki, feil belə yoxdur burada. Yəni bu ismi xəbərdir də, xoşbəxtdir. Feil deyil, axı ismi xəbərdir. Bunu çevirmək olmaz. İndi baxaq bura. Qəflətən vəhşi heyvanlar bizə yaxın gəldilər. Bunu da məchula çevirmək olmaz, çünki təsirsiz feildir. Amma gəlin buna baxaq. Sən musiqi səsini eşidə bilirsən. Musiqi səsi sən tərəfindən eşidilə bilir. Eşidirəm. Nəyi? Bu məchula çevrilir. İndi baxaq. Alimlər yeni eksperimentlər aparır. Nəyi aparırlar? Neyini edirlər? Yeni eksperimentlər alimlər tərəfindən aparılır. Dördü də məchula çevirmək olar. Amma desə ki, məchula çevrilmir. Bax, biz bir neçə mahnı oxuduq. Oxuduq nəyi? Mahnını. Mahnılar biz tərəfdən oxundu. Bu məchula çevrilir. Ben yeni sözləri öyrənməyib. Öyrənməyib nəyi təsirli edə? Yeni sözlər Ben tərəfindən öyrənilməyib. Bu da məchula çevrilir. Bizdən çevrilməyən istəyir. Gülmək məchula çevrilmir. Söhbət etmək məchula çevrilmir. Nəyi sualına cavab vermir axı? Uçmaq. Yəni hara olar da, yəni nəyi sualına cavab vermir. Onda deməli 1 və 2 məchula çevrilə bilmirlər. Daha sonra bundan əlavə bir dənə də suala baxaq, hansı məchula çevrilə bilmir. Məsələn, bu suala baxaq. Sharpen, itiləmək. Steven bıçaq itilədi, bıçaq Steven tərəfindən itiləndi. Nəyi itiləyir? Bu doğrudur. Qar yağdı. Ümumiyyətlə, təbiət hadisələri məchula çevrilir. Yağış yağdı, qar yağdı, yağış dayandı, qar dayandı. Bunlar biz məchula çevirə bilmərik. Kimsə tərəfindən edilmir. Bunu çıxaraq. Üçüncüdə, qızın ağlamağı hər kəsi qorxutdu. Qorxutdu kimi? Hər kəs qızın ağlamağına görə qorxdu. Yəni o vasitə ilə qorxuduldu. Deməli, qorxutdu nəyi? Bu olar məchulda. Çox qorxulu görünür, amma bu məchula çevrilir. O mənə çox qorxulu görünür. Bəzi cümlələr var ki, məchula çevriləndə məntiqli səslənmir, amma bu, yəni qrammatik etibarilə də, yəni qaydaya görə də, ingilis dilinin tərcüməsinə görə də yəni çevrilə bilir, doğrudur. Məsələn, bir dənə cümlə deyim sizə. A young couple visited Rome. Bax, bu məchula çevrilə bilər. Gənc cütlük Romanı səyahət elədi. Olacaq Rome was visited
by a young couple. Gənc cütlük tərəfindən səyahət edildi. Deməli, belə. Məchun nizahı ilə bağlı da bu qədər.